73 illik tarixi olan, indi isə səssizliyin hökm sürdüyü kərpic zavodu. Söhbət bir zamanlar Suraxanı rayonunun Günəşli qəsəbəsində fəaliyyət göstərən kərpic zavodundan gedir. Bu zavod Bakının tikinti materiallarına olan tələbatını qarşılamaq üçün inşa edilmişdi. 1952-ci ildən etibarən işə başlayan müəssisə uzun illər paytaxtın yaşayış binalarının və sənaye obyektlərinin tikintisində mühüm rol oynayıb. Bəs zamanında istehsal səsi eşidilən bu yer indi niyə tullantı poliqonuna çevrilib? Bu kərpic zavodunda vaxtilə xeyli sayda insan çalışır. Millərlə kərpic istehsal olunaraq ölkənin dörd bir yanına daşınırdı. 2000-ci ildən etibarən müəssisə özəlləşdirilsə də bir neçə il sonra istehsal tamamilə dayandı. Aradan keçən illər isə zavodu tanınmaz hala saldı. İndi bu ərazi tullantı poliqonu kimi tanınır. Dağılan binalar, paslanmış dəmir konstruksiyalar və ətrafı bürüyən tullantılar 73 yaşlı kərpic zavodunu tamamilə yararsız hala salıb.